Salam əziz şagirdlər, bugün biz feil haqda müəyyən biliklərə yiyələnəcəyik. Feil nədir? Feil əşyanın hərəkətini bildirən əsas nitq hissəsidir. Nə etdi, nə oldu, nə edəcək, nə olacaq və s. suallarından birinə cavab verir. Feillər təsirli və təsirsiz olur. Təsdiqdə, inkarda olur. Feilin qrammatik məna növləri var. Feilin şəkilləri var, feilin zamanları var. Feillər təsriflənən və təsriflənməyən olaraq hissələrə bölünür və hər birinə də aid demək özünün bilgiləri var ki, bir-bir öyrənək. Feillər təsirli və təsirsiz olur. Bu nə deməkdir? Feil özündən əvvəl gələn sözü ismin təsirlik halında tələb edirsə, həmin feil təsirli feildir. Məsələn, görmək feilinə baxaq. Görmək. Görmək. Kimi? Özündən əvvəl gələn ismi təsirlik halda tələb edəcək. Məsələn, dostumu gördüm. Kimi? Kimi sualına cavab verən ismin təsirlik halıdır. Məsələn, dostumu gördüm. Və yaxud yazdım. Nəyi? Tapşırığı yazdım. Deməli, özündən əvvəl gələn ismi təsirlik halda tələb edirsə, bu feil təsirli feildir. Özündən əvvəl gələn ismi təsirlik halda tələb etmirsə, artıq bu təsirsiz feildir. Məsələn, deyirəm ki, baxdım. Nəyə? Filmə. Təsirsiz feildir. Çünki özündən əvvəl gələn sözü ismin təsirlik halında tələb etmədi. Digər hallarda tələb etdi. Demək, feilin təsirli və təsirsiz olaraq iki yerə bölünməsi feilin, hərəkətin obyektə münasibətinə görə iki yerə bölünür. Yəni, obyektə münasibətinə görə feillər iki yerə bölünür. Təsirli feillər, təsirsiz feillər. Və öyrəndik ki, təsirli feillər feil özündən əvvəl gələn ismi təsirlik halda tələb edəcək. Məsələn, yazmaq nəyi? Tapşırığı. Özündən əvvəl gələn ismi artıq təsirlik halda tələb etdi. Bu feil necə feil olur? Təsirli feil olur. Özündən əvvəl gələn ismi təsirlik halda tələb etməyən feillərə isə təsirsiz feillər deyilir. İndi feilin təsdiq və inkarına baxaq. Feilin təsdiqi dedikdə nə başa düşürük? İş, deməli, hərəkət icra olunur. Yəni, hərəkətin icra olunduğunu bildirən feillər təsdiqdə olur. Yəni, təsdiq feillərdir. Məsələn, gəlirəm, oxuyuram, yazıram, təsdiqdədir. Hərəkət icra olunur, iş icra olunur. İş, hərəkət icra olunmursa, bu feillər, deməli, inkardadır və onun şəkilçisi mamə şəkilçisidir ki, inkar şəkilçisi kimi qrammatik şəkilçisidir və bu şəkilçinin homonimliyi var. Məsələn, feildən isim düzəldən şəkilçilər. Məsələn, qovurma. Bir var deyəm, qovurma, feil inkardadır. Bir də var deyirəm ki, qovurma. Hər hansı bir yeməkdir. Bir yeməkdir qovurma. Və yaxud digər çəkmə. Bu da həm feil kimi inkardadır, həm də isim kimi ayaqqabı, çəkmə. Belə başa düşə bilərik. Yəni, inkar şəkilçisi mamə, homonim şəkilçisidir. Burada inkar şəkilçisi qrammatik şəkilçisi hesab olunur. Lakin feillərdən isim düzəldən şəkilçilər var ki, orada mamə şəkilçisi leksik şəkilçisidir. Yeni mənalar, yeni sözlər yaradır. Və mamə şəkilçisi indiki zamanda, bir də qeyri-qəti gələcək zamanda A ixtisara düşür. Məsələn, deyirəm ki, gəlmirəm. 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 Deməli, sözün kökü gəlməkdir. Mamə şəkilçisidir. İndiki zaman şəkilçisi irdir. Əm də şəxs xəbərli şəkilçisidir. Birinci şəxsin təkinin şəxs xəbərli şəkilçisidir. Bir də yazmaram. Yazmaram. Burada deməli yazmaq sözün köküdür.
ixtisara düşmüş inkar şəkilçisidir. Ar, ər qeyri-qəti gələcək zamanı şəkilçisidir. Am da birinci şəxsin təkinin şəxs xəbərlik şəkilçisidir. Deməli, inkar şəkilçisi mamə indiki zamanda və qeyri-qəti gələcək zamanda ixtisara uğrayır, yəni A saiti düşür. Və inkar şəkilçisini deyil hissəciyi ilə, maməni deyil hissəciyi ilə də əvəz etmək olar. İndi keçək feilin qrammatik məna növlərinə. Feilin qrammatik məna növləri dedikdə nə başa düşürük? Feilin qrammatik məna növləri iş görənlə üzərində iş görüləcək əşya arasında münasibət bildirir. İş görən subyektdir, üzərində əşya, hansı ki iş görüləcək, o əşya isə obyektdir. Yəni, obyektlə subyekt arasında münasibət nə adlanır? Feilin qrammatik məna növləri, deməli, obyektlə subyekt üzərində, obyekt və subyekt arasında olan münasibətə görə feilin qrammatik məna növləri yaranır. Və feilin 6 qrammatik məna növü var, hansıdır? Yazaq. Deməli, feilin məlum növü, feilin məlum növü var. Məlum növ. Məlum növ. Məlum növdə iş görən məlumdur. Məsələn, mən dərs izah edirəm. Dərs izah edən kimdir? Mən. İş görən məlumdur. Və yaxud o həyəti təmizləyir. Kim? O. İşi görən məlumdur. İşi görən subyektdir. Hansı işi görür? Yəni o nəyin üzərində iş görülür? O əşya isə obyekt hesab olunur. Və burada xüsusi şəkilçisi yoxdur məlum növdə. Məlum növ digər növlərdən fərqli olaraq sadə, düzəltmə və mürəkkəb ola bilir. İkinci məchul növdür. Məchul növ. Məchul növün xüsusi şəkilçisi var. ın üstü 4, ıl üstü 4, bir də n şəkilçisi. Məchul növdə iş görən məlum deyil. Məsələn, deyirəm ki, qapı döyüldü. Burada mübtəda obyekt mübtəda vəzifəsindədir. Amma qapını döyən kimdir? Məlum deyil. Deməli, burada məchul növdür. İşi görən məlum deyil, məchullu, bilinmir işi kim icra eləyir. Üçüncü, deməli, qayıdış növdür. Qayıdış növ. Qayıdış növündə şəkilçisi ın, in, on, ün, ıl, il, ul, ül, n şəkilçisidir. Və qayıdış növdə obyektlə subyekt birdir. Yəni, işi icra edən işi öz üzərində icra edəcək. Məsələn, deyirəm ki, gül açıldı. Gül açıldı. Gül açıldı. Burada işi görən güldür. Nə etdi? Açıldı. Yəni, iş öz üzərində görülür. Gülü kimsə məcburən açmır. Gül özü-özündən açılır. Bu olur qayıdış növ. Bir də, amma desəm ki, gül açdı, gül açdı. Artıq baxıram, burada xüsusi şəkilçisi yoxdur. Açdı feili, sadə feildir. Deməli, biz bunu nə götürürük? İş, obyektlə subyekt, deməli, işi görən, işi öz üzərində görsə də, burada şəkilçisi yoxdur. In, n şəkilçisi yoxdur. Ona görə də biz bunu götürürük məlum növ. Nə? Gül, nə etdi? Açdı. Nə? Gül, nə etdi? Açıldı. Artıq birinci cümlədə biz bunu qayıdış növ kimi götürürük. Nə üçün? Çünki burada şəkilçi var. Kök və şəkilçiyə ayırırıq biz bunu. Və bu şəkilçiyə əsasən və onun qrammatik məna növünə görə, yəni işi görən, işi öz üzərində gördüyü üçün və şəkilçinin var olması üçün burada şəkilçi də iştirak eləyir. Deməli, biz bunu nə götürürük? Qayıdış növ kimi götürürük. Amma gül açdı da şəkilçi iştirak etmədiyinə görə, feil sadə feil olduğuna görə biz onu məlum növ götürürük.
Və yaxud əsgər irəli atıldı. İrəli atılan əsgərdir. İşi kimin üzərində görür? Öz üzərində görür. Yenə də burada biz qayıdış növdən danışırıq. Daha sonra şəxssiz növ var. Dördüncü şəxssiz növ. Şəxssiz növ. Şəxssiz növündə şəkilçisi ın, in, un, ün, ıl, il, ul, ül, n'dır. Baxın, burada 3 dənə növ var ki, şəxssiz növdür, qayıdış növdür, məchul növdür. Şəkilçisi ın, in, un, ün şəkilçisidir. Bir də ıl, il, ul, ül, n şəkilçisidir. Və biz bunu necə seçirik? Yəni belə dedik ki, məchul növdə iş görən, məlum deyil, məchuldur. Qayıdış növdə iş öz üzərində icra olunur, yəni obyektlə subyekt eyni bir şəxsdir və şəxssiz növdə də işin icra olunmasını təsəvvürümüzə belə gətirə bilmirik. Yəni, iş kim tərəfindən görülüb, onu heç təsəvvürümüzdə canlandıra bilmirik və ümumiyyətcə məchul növdə mübtəda iştirak etmir. Məchul növdə mübtəda iştirak etmir. Cümlədə mübtəda yoxdur. Avtomatik bilirsiniz ki, bu hansı növdür? Məchul növdür. Və icbar növ var. İcbar növ. İcbar növün şəkilçisi dır, dir, dur, dür şəkilçisidir. Bir də tı şəkilçisidir. İşi başqasına məcburən gördürtmək. Yəni, üçüncü bir şəxs o işi icra edəcək. Məsələn, deyirəm ki, yazını tapşırığı elətdir. Tapşırığı yerinə yetirt. Başqası görəcək. Və yaxud həyəti təmizlət. Təmizlətdir. Üçüncü bir şəxs o işi icra edəcək. Qarşılıq birgəlik növə baxaq. Qarşılıq birgəlik növ. Burada yer çatmadı. Mən məcburəm buradan yazıram. Deməli, bu 5-cidir. 6-cı qarşılıq birgəlik növdür. Qarşılıq və birgəlik növ. Qarşılıq birgəlik növün şəkilçisi ış üstü 4-dür. Bir də ş şəkilçisidir. Qarşılıq birgəlik növdə iş qarşı-qarşıya birgə görülür. Və şəkilçisi nə olur? Iş, iş, uş, üş və ş şəkilçisi. İndi biz necə seçək ki, bu birgəlik növdür, yoxsa qarşılıq növdür? Birgəlik növdə, məsələn, götürürəm döyüşmək feilin. Döyüşmək. İndi görək, bu necə bir qarşılıq birgəlik bilir? Qarşılıq növdür, yoxsa birgəlik növdür? Döyüşmək. Mən döyüşürəm, sən döyüşürsən, o döyüşür, biz döyüşürük, siz döyüşürsünüz, onlar döyüşürlər. Deməli, bu necə növdür? Qarşılıq, qarşı-qarşıya. Deməli, feilin kökü döymək feilidir, üş isə leksik şəkilçisidir və iş necə icra olunur? Qarşı-qarşıya icra olunur və qarşılıq növdə olan feilləri həm təkdə, həm də cəmdə biz şəxslər üzrə dəyişə bilirik. İndi keçək gülüşmək feilinə baxaq. Gülmək feilini, gülüşmək. Gülüşmək birgəlikdir. Nədən bilirik bu birgəlik növdür? Yəni, iş birlikdə icra olunur. Məsələn, mən gülüşdüm deyə bilmərəm. Biz gülüşdük, siz gülüşdünüz, onlar gülüşdülər. Sən gülüşdün deyə bilmərik, o gülüşdü deyə bilmərik. Deməli, qarşılıq növdə feillər həm təkdə, həm də cəmdə şəxslər üzrə dəyişə bilir. Birgəlik növdə isə yalnız cəmdə. Məsələn, biz gülüşürük, siz gülüşürsünüz, onlar gülüşürlər. Deməli, bu necə feil oldu? Birgəlik növdə olan feil oldu. Bəzən testlərdə sual olunur ki, hansı qarşılıqdır, hansı birgəlik bildirən
feillərdir. Artıq biz bunları seçməyə bacarmalıyıq. Dedik ki, qarşılıq bildirən növdə feillər təkdə və cəmdə iştirak eləyə bilir. Məsələn, tək şəxs əvəzliklərindən söhbət gedir. Məsələn, mən döyüşürəm, sən döyüşürsən, o döyüşür. Biz döyüşürük, siz döyüşürsünüz, onlar döyüşürlər. Deməli, bu hansı növ oldu? Bu oldu qarşılıq növ. Bəs birgəlikdə artıq biz şəxsin cəmindən istifadə edəcəyik. Yəni, biz gülüşürük, siz gülüşürsünüz, onlar gülüşürlər. Demək ki, bu da oldu qarşılıq birgəlik bildirən növ. Dedik ki, biz feillərin 6 məna növü var. Hansıdır? Məlum növ, məchul növ, qayıdış növ, şəxssiz növ, icbar növ və 6-cı qarşılıq birgəlik növdür ki, hər biri haqqında da məlumat verdik. İndi keçək feilin şəkillərinə keçək. Demək ki, feilin hansı şəkilləri var? Feilin hərəkətin icra olunmasının vacib olması var. Lazım olması, daha sonra bir dəqiqə bunları silim. Və arzu formasının, arzu olunacaq deməli işlər var ki, feilin şəkillərini əmələ gətirir. Məsələn, feilin şəkillərindən danışdıqda feilin 6 şəkli var. Neçə şəkli var? 6 şəkli var. Hansılardır? Feilin, deməli, burada aşağıda yazmışam. Feilin, deməli, əmr şəkli, xəbər şəkli, vacib şəkli, lazım şəkli, arzu şəkli, şərt şəkli. Feilin əmr şəklində iş icra olunmasını, yəni bir əmr, nəsihət bu formada icra olunmasını tələb edir. Yəni burada feilin kökü var, bir də şəxs xəbərli şəkilçisi var. İşin icra olunması əmr olunur. Yəni bu iş görülməli, bu işin icra olunmasını əmr edir. Məsələn, deyirəm ki, gəlin, gələk, gəlim. Hər biri nədir? Feilin kökü gəl feilidir, plus şəxs xəbərli şəkilçisi. Bu oldu feilin əmr şəkli. Xəbər şəkli nədir? Feilin xəbər şəklində feilin kökü olur. Feilin kökü plus zaman şəkilçiləri olur və şəxs xəbərli şəkilçisi. Biz bilirik ki, feilin 3 zamanı var. Hansı zamanlarda? Keçmiş zaman, indiki zaman, gələcək zaman. Keçmiş zamanın şəkilçisi. Keçmiş zaman özü 2 yerə bölünür. Nəqli keçmiş zaman, şühudi keçmiş zaman. Şühudi keçmiş zamanın şəkilçisi, şühudi sözündə sondakı dini yadınızda saxlayın. D, du. Şühudi keçmiş zamanın şəkilçisidir. Nəqli keçmiş zamanın şəkilçisi isə mış, muş, ib, üb şəkilçisidir. İndiki zamanın şəkilçisi ir, ür, yazıram, deyirəm, oxuyuram. Gələcək zaman özü də 2 yerə bölünür. Deməli, qəti gələcək zaman, qeyri-qəti gələcək zaman. Qəti gələcək zamanın şəkilçiləri acaq, əcəkdir. Oxuyacağam, yazacağam. Qeyri-qəti gələcək zamanın şəkilçiləri isə oxuyaram, yazaram. Deməli, bu şəkilçiləri qəbul edir. İndi biz feilin xəbər şəklindən danışırdıq. Qısa olaraq feilin zamanların dedim. Deməli, feilin kökü, məsələn, oxumaq feilidir. Y bitişdirici samitdir. Acaq gələcək zaman şəkilçisidir. Zaman şəkilçisi, qrammatik şəkilçisidir. Am da şəxs xəbərli şəkilçisidir. Burada Y bitişdirici samitdir. Sözün sonu saitlə bitib, ona saitlə başlanan şəkilçi artırdıqda bitişdirici samitlərdən hansılardan? Y, N, S samitlərindən istifadə edərək biz deməli istifadə edirik və lazım olan şəkilçini qəbul edir və yeni söz rahat formada yazılır. Oxuyacağam. Deməli, bu nə oldu? Feilin xəbər şəkli. Daha sonra feilin vacib şəkli var. Vacib şəkli feilin köküdür. Malı-məli şəkilçisidir, plus şəxs xəbərli şəkilçisi. Məsələn, görülməli işlər.
görülməli. Görülmək feilidir burada. Görülmək feilidir. Malı məli, görülməli qrammatik şəkilsidir. Bir də şəxsəbərli şəkilsidir ki, bu da qrammatik şəkilsi hesab olunur. Və işin görülməsi vacibliyini bildirir. Yəni bu iş icra olunmalıdır. Vacibdir ki, bu iş görülsün, görülməlidir. Lazım şəkili, işin görülməsi lazımdır. Yəni burada da şəkilçi lazım sözündə azı sözünü, azı sözü yox, şəkilçi deyək. Azı, onu yadınıza saxlayırsınız. Lazım şəklinin şəkilçisi ası əsl şəkilçisidir, plus şəxsəbərli şəkilçisi. Məsələn, görülmək feilidir, görüləsidir, işlər görüləsidir. Bu da şəxsəbərli şəkilçisidir. Arzu şəklində feilin köküdür, plus a şəkilçisidir. Necə yadımıza saxlayırıq? Arzu sözündə a saitini elə yadınıza saxlayırsınız. Arzu şəkilçisi hansıdır? Xüsusi şəkilçisi a şəkilçisidir. Və plus şəxsəbərli şəkilçisi. Məsələn, alasınız. Kaş kompüteri alasınız. Almaq feilin köküdür. Arzu şəklinin deməli şəkilçisidir. Sınız da ikinci şəxsin, cəminin şəxsəbərli şəkilçisidir. Şərt şəklinə baxaq. Şərt şəklində feilin kökü plus sasə şəkilçisi, plus şəxsəbərlik şəkilçisi. Məsələn, öyrənsəniz, dərslərinizi yaxşı öyrənsəniz, yüksək bal toplayasınız. Öyrənmək feilin köküdür. Sasə qrammatik şəkilçidir, şərt şəklinin şəkilçisidir. Demək, öyrənəsiniz. Niz də burada ikinci şəxsin, deməli, şəxsxəbərli şəkilçisidir. Və biz şərt şəklinin şəkilçisini necə yadımıza saxlayırıq? Şərt sözündə elə iki dənə hərfə baxın. Şını sı kimi qəbul edin. Sə, sa, sə. Deməli, şərt şəklində şəkilçi nədir? Xüsusi şəkilçi sa-sə şəkilçisidir. Demək, biz feilin şəkillərini öyrəndik. Dedik ki, feilin 6 şəkil var. Əmr, xəbər, vacib, lazım, arzu, şərt. Hər biri haqda da məlumat verdik. Daha sonra feilin zamanları var. Zamanların yazaq. Deməli, əslində feilin zamanları haqda qısa olaraq danışdım. Yenə də bir daha danışıram. Feilin 3 zamanı var. İndiki zaman, zaman, şəkilçi ır, ir, ur, ürdür. Məsələn, yazır, deyir, gülür. İkinci keçmiş zamandır. Qısa yazıram, keçmiş zaman. Keçmiş zaman özü iki yerə bölünür. Şühudi keçmiş zaman, şühudi. Keçmiş zaman. Yəni, şühudi nədir? Şahid kimi görüb o hadisəni, şühudi. Və onun şəkilçisi nədir? Şühudidə sonuncu dini yadınıza saxlayın. Şəkilçisi nədir? D, di, du, dü. Məsələn, gördü, yazdı, apardı, gətirdi. Sanki şahid kimi sən bunu görmüsən. Keçmiş zaman şəkilçisidir və keçmiş zaman özü iki yerə bölünür. Şühudi keçmiş zaman. Bir də nəqli keçmiş zaman. Nəqli keçmiş zaman. Mən qısa olaraq yazıram. Nəqli keçmiş zaman şəkilçisi də mış, miş, muş, müşdür. Mış üstüdür. Bir də ıb şəkilçisidir. Ib, bu, büb. İndiki gələcək zaman. Gələcək zaman özü iki yerə bölünür. Hansıdır? Qəti gələcək zaman. Baş hərflərini yazıram. Qəti gələcək zaman. Bir də qeyri qəti gələcək zaman. Qəti gələcək zamanın şəkilçisi acaq, əcəkdir. Deməli, hansı oldu? Acaq, əcək. Oxuyacağam, yazacağam, qətidir. Qeyri qəti gələcək zaman. Ar, ər, yəni qeyri qətidir. Yəni, iş icra oluna da bilər, olunmaya da bilər. Məsələn, oxuyaram, yazaram. Bu qeyri qəti gələcək zamandır. Feilin zamanları haqda da bu qədər. Daha sonra keçirik feilin təsriflənən və təsriflənməyən formalarına. Feilin təsriflənən formaları dedikdə biz nə başa düşürük? Yəni feilin dəyişən
formaları var. Şəxsə, kəmiyyətə, zamana görə dəyişir. Hansı formalarda? Elə feilin şəkilləri. Feilin şəkilləri şəxsə, kəmiyyətə, zamana görə dəyişir. Yəni təsriflənir. Təsriflənən dəyişən deməkdir. Təsriflənməyən formaları var ki, onlar da hansılardır? Yəni dəyişməyən formaları. Dəyişməyən. Şəxsə, kəmiyyətə və zamana görə dəyişməyən formaları var ki, o da hansıdır? Məstərdir, feili sifətdir, feili bağlamadır. Məstər, feili sifət, feili bağlama nədir? Bu haqda geniş məlumat veriləcək, deməli, növbəti dərslərdə. Dərsimiz bu qədər. Sağ olun, növbəti dərslərdə görüşənədək.